Hı hı. Xoş gördük, hörmətli tədbir iştirakçıları. Bugün şəhərsalma və memarlıq ili çərçivəsində Nizami Gəncəvi əsərlərində şəhər mühiti, memarlıq ənənələri və ideal cəmiyyət modeli ilə bağlı mövzumuz olacaq. Və bununla bağlı məruzəçilərimizi biz dəvət etmişik. Yavaş-yavaş artıq onlar qoşulurlar. Ümumiyyətlə Nizami Gəncəvi dahi Azərbaycan şairinin əsərlərinə biz baxdıqda, onun ümumiyyətlə məlumat topladıqda belə bir məqam diqqətimizi çəkir ki, Nizami Gəncəvi heç bir zaman öz yaşadığı mühiti tərk etməmişdi, yəni doğma Gəncəsindən ayrılmamışdı. Və bu zaman sual yaranır ki, necə ola bilər ki, dahi bir şəxsiyyət öz yaşadığı şəhəri tərk etmədən belə geniş bir dünya görüşünə, belə ensiklopedik bir savada malik olsun. Təbii ki, burada da artıq etiraf etməli oluruq ki, Nizamini formalaşdıran, Nizami edən məhz 11-12-ci əsr Gəncə mühiti idi. Və məhz Nizami Gəncəvi təsadüfi deyil ki, öz əsərlərində şəhəri mənim Babilim adlandırırdı. Babil məlumdur ki, Eradan əvvəl 2-ci minillikdə Mesopotamiyada yerləşən və şəhər sivilizasiyasının mərkəzi sayılan bir şəhər idi. Və eyni zamanda ərəb tarixçisi Təbəri əsərlərində yazırdı ki, Gəncə zəlzələsi ilə bağlı məlumat verərkən hətta qeyd edirdi ki, zəlzələ zamanı 300-350 minə qədər şəhərdə insan həlak olmuşdu. Yəni biz düşünsək, bu da təbii ki, Gəncə əhalisinin hamısı deyildi. Yəni biz düşünsək ki, nəzərə alsaq ki, bu gün Gəncə əhalisi 331 min ki, bu 2024-cü il statistikasına əsasən verilir, 331 min civarındadır. Bu zaman biz müqayisə edə bilərik ki, Gəncə 12-ci əsrdə necə böyük bir izdihamlı, necə inkişaf etmiş bir şəhər olubdur. Və bununla bağlı biz təbii ki, məruzəçilərimizi təqdim etmişik, çağırmışıq, dəvət etmişik və onlar istərdik ki, bu mövzu ilə bağlı öz məruzələrini təqdim etsinlər. İlk olaraq söz verilir Tarix elmləri doktoru, dosent Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Antropologiya İnstitutunun baş elmçisi Vəfa xanım Mahmudovaya. Vəfa xanım, bizi eşidirsinizmi? Mikrofonunuz bağlıdır Vəfa xanım. Zəhmət olmasa açın. Salam, 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 Tamam. sabahınız xeyir. Sabahınız Xoş xeyir. Sizi gördük hər yenidən görmək birinizi. xoş oldu. Mənim Buyurun. üçün də çox xoş oldu. Birinci növbədə mən təşəkkür edirəm sizin kollektivə ki, bu cür gözəl, məzmunlu, həqiqətən Azərbaycan tarixi üçün qiymətli olan belə bir konferanslar təşkil edirsiniz və ikinci də ona görə ki, məni bu konferanslara dəvət edirsiniz. Ümumiyyətlə, Nizami Gəncə, Azərbaycanın, tək Azərbaycanın yox, dünya tarixinin öyrənməsində, tədqiqində böyük şəxslərin, böyük mütəfəkkirlərin rolu danılmazdır. Azərbaycanın qədim tarixinin öyrənilməsində də belə şəxslər çoxdur. Mən özüm həmişə Nizami Gəncəvini Azərbaycanın tarixinin, mədəniyyətinin, etnoqrafiyasının, coğrafiyasının, folklorunun öyrənilməsi üçün həmişə ensiklopediya adlandırıram. Çünki Nizami Gəncəvinin əsərlərində təkcə Azərbaycan tarixini, Azərbaycan ədəbiyyatının incisi yox, həm də Azərbaycanın qədim tarixinin, etnoqrafiyasının, folklorunun böyük nümunələri əks olunur. Məlumdur ki, Gəncə Azərbaycanın qədim tarixə malik olan şəhərlərindən biridir. Burada uzun müddət deməli ərzində Gəncə bölgəsində aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri bunu söyləməyə əsas verir və bütün bunların hamısını biz belə deyək ki, toplum şəklində elə mərhum arxeologumuz, mənim həm müəllimim, həm elmi rəhbərim olmuş İdeal Nərimanovun Gəncəçay hövzəsinin arxeoloji abidələri deməli namizədlik dissertasiyasının həm avtoreferatında, həm də mətnində izləmək olur. Ümumiyyətlə, Gəncənin tarixi hələ lap binəyi qədimdən tədqiqatçıları cəlb eləyib. Burada istəyir Gummel, istəyir Valdemar Berg, istəyir Emil Resler, uzun Kuqasyan, hamısı arxeoloji tədqiqatlar, etnoqrafik tədqiqatlar aparıblar. Həmişə buranın tarixinə böyük maraq göstəriblər. Əsas məsələ nədən ibarətdir? Əsas məsələ ondan ibarətdir ki, bizim tariximiz, bilirsiniz, bugün bu tarixin
Gəncə tarixi haqqında, arxeologiyası haqqında əsərlər çoxdur. İstər elə təkcə Gəncə sözünün etimologiyası haqqında nə qədər fikirlər var, nə qədər əsərlər yazılıb, nə qədər mülahizələr irəli sürülübdür. Düzdür, bunların içində mənim özümün şəxsi fikrimdir. Mənim düşüncəmə görə ən gözəl fikir Fərrux Əhmədovun fikridir. Hansı ki, o xanın oturduğu yer, xan qança kimi o izah edir və ən məntiqlisi də odur. Nəyə görə ki, bilirsiniz, Sovet dövründə nəyə görə məsələn sual oluna bilər? Şuşa şəhərinin salınması haqqında tarixi fakt əks olunur, amma Gəncə şəhəri haqqında olan faktlar, Gəncənin tarixi haqqında olan fakt orada göstərilmir və ya təhrif olunur. Nədən ibarətdir? Ona görə ki, heç bir deməli o dövr üçündə hakimiyyətdə söz deməli əsas söz sahibi olan dövlətlər başqa bir dövlətlər, xüsusilə də həm dini, həm mədəniyyəti fərqli olan bir bölgənin tarixini qabartmağa, olduğu kimi verməyə cəhd etmirdilər. Şuşa 1750-ci ildə yaranıb, hamımız bilirik də bu Şuşa şəhərin salınması tarixini. Amma bəs nəyə görə Gəncənin ən qədim tarixi ilə bağlı olan məlumatlar təhrif olunur? Ona görə ki, Gəncənin tarixinin olduğu kimi verilməsi Gəncənin, yəni Azərbaycanın qədim şəhərinin və Azərbaycanın nə qədər qədim tarixə malik olduğunu əks etdirmək deməkdir. Buna görə də bu həmişə təhrif olunur. Biz özümüz bunu tədqiq etməsək, bir başqası, hansısa bir kənardan gələn tarixçi bunu bizim üçün bizə istədiyimiz kimi, olduğu kimi tam həqiqətdə bizə çatdırmayacaq. Bəli, deyərsiniz ki, bəs nə əcəb, Emil Rester, Kummel, Kuqasov, bunlar gəliblər. Onlar hamısı həvəskar tarixçilər idi. Onlar əntik mallar, qiymətli mallar dalınca qaçan, şou yaratmaq üçün özlərinə hansısa bir kralın, hansısa bir belə deyək, əntik əşyalar buyur, mən Buyurun Vəfa xanım, buyurun. Hansısa əntik bir əşyalar toplayan, hansısa bir həvəskarın göstərişi ilə hərəkət edən insanlar idi ki, onlar özləri elə qənimət dalınca gələrək Azərbaycan torpaqlarından, Azərbaycanın qədim abidələrindən topladıqları əşyaları götürüb xarici muzeylərə satmaqdan ibarət olub onların hamısının fikri. Və yaxud da ki, Azərbaycanın tarixini mənimsəmək, Azərbaycanın ərazilərini mənimsəmək, Azərbaycanın qədim tarixinə sahib çıxmaq üçün müxtəlif illüziyalar, mülahizələr irəli sürürdülər. Məsələn, elə Gəncə sözünün özü, fars mənşəli tarixçilər və yaxud da ki, Fars tarixinə, farslaşmaya meyilli olan tarixçilər Gəncənin adını Gəncə, xəzinə kimi izah etməyə çalışaraq Gəncə şəhərinin də bu Gəncəni də farslaşdırmaq niyyəti güdürlər. Amma yenə də bayaq dediyim kimi ən çox, ən məntiqli izahatı Fərrux Əhmədov veribdir. O, bu şəhərin adının türk mənşəli olduğunu, Qança sözündən irəli gəldiyini söyləyir və tarixi faktlar ortaya qoyaraq söyləyir ki, Gəncənin cənub hissəsindəki dağlıq hissədə yaşayan insanların arasında bu toponim hələ də özünü saxlamaqdadır. Geri gəlmiş üçün demək istəyirəm ki, Nizami Gəncəvi, mən keçən
dəfəki çıxışımda da dedim ki, Nizami Gəncəvinin əsərlərində bizim qədim dövrümüzü əks etdirən kifayət qədər materiallar var. Elə keçən çıxışımda da mən o daş heykəllər, balballar, daş babalar, daş nənələr haqqında olan məlumatların ilə Nizaminin Sirlər Xəzinəsi, İskəndərnamə əsərlərində əks olunduğunu göstərirəm. Və yaxud da ki, Azərbaycan folkloru haqqında, Azərbaycanın şəhər mədəniyyəti haqqında, Nizaminin İskəndərnamə əsəri bizim Azərbaycanın qədim şəhərinin necə gözəl tərənnüm edir, necə gözəl təsvir edir ki, bu tarixi, bu əsərdə şəhərin həm tarixi mədəniyyəti əks olunur, həm şəhərdə olan dövlətçilik tarixi, şəhərdə hakimiyyət tarixi əks olunub göstərilir. Həm də şəhərin xarici qəsbkarlara qarşı olan mübarizəsinin tərənnüm edir Nizami Gəncəvi. Burada bu əsərdə Nizaminin təkcə İskəndərnamə əsəri Azərbaycanda qədim şəhər memarlığının gözəlliyini göstərən bir əsərdir. Və yaxud da ki, Kərpiç Keçən Kişinin dastanında onun özü Azərbaycanın qədim memarlığında kərpiçlə işləmə, kərpiç sənətinin olduğunu göstərən bir gözəl faktdır. Bəli, bədii əsərlər çox vaxt ciddi mənbə kimi qəbul olunmasalar da, 12-ci əsrdə yazılmış bu əsərlər tarixi fakt kimi qəbul olunmalıdır. Çünki Nizami Gəncəvi öz dövrünün böyük duhası olub. Hansı ki, bu duhanın ışığı, bu duhanın belə deyək, qılcımları bugünə qədər də gəlib çatır. Nəyə görə, məsələn, biz qədim tarixdən Ruslar Rus tarixini səciyyələndirəndə Puşkin əsərindən bir mənbə kimi istifadə edirlər, Qriboyedovun əsərlərindən mənbə kimi götürürlər, Ukraynalılar Şevçenkonun əsərini bir mənbə kimi götürürlər. Məsələn, adi bir Fransızda Fransa tarixindən bu gün bədxax tarixçilərimiz özləri belə bir monarx, Fransa kraliçası tərəfindən agent kimi, şpion kimi Volqa-boyu ərazilərdə Monqol-Tatar hücumları haqqında, Monqol-Tatar hərəkatı haqqında məlumat toplamaq üçün göndərilən monarx Vilhelm de Rubruk'un əsərlərini, Vilhelm de Rubruk'un Putuşestve, Kafkaski Qori, Kafkaski Stran əsərini bir mənbə kimi göstərirlər. Biz Nizami Gəncəvinin əsərlərini tarixi mənbə kimi göstərmirik. Nöqteyi nəzərimcə Nizami Gəncəvinin bu əsəri və ümumiyyətlə bütün əsərləri Azərbaycan tarixinin orta əsrlər dövrü həm şəhər salma mədəniyyətinin, həm memarlığının, həm incəsənətinin, həm də ki, folklorunun və etnoqrafiyasının tədqiq olunmasında əvəz olunmaz mənbə hesab olunmalıdır. Hər birinizə bugün belə bir konferansda iştirak etmək üçün uğurlar arzulayıram və çox arzu edirəm ki, Nizami Gəncəvinin əsərləri bütün dillərə tərcümə olunaraq dünyaya yayılsın və Azərbaycanın hələ 1000 illər də bundan sonraki tarixində özünə məxsus tutduğu o qiymətli yeri itirməsin. Təşəkkür edirəm. Hər birinizə konferansın işinə uğurlar arzulayıram. Çox sağ olun Vəfa xanım, biz sizə təşəkkür edirik. Sizi yenidən dinləmək, görmək çox xoş oldu bizə. Təşəkkür edirik. Gəncə həqiqətən çox qədim bir tarixə malik olan bir şəhərdir. Amma təəssüfləndirici bir məqam var ki, şəhərin tarixi ilə müqayisədə aparılan arxeoloji qazıntılar olduqca yetərsiz qalır. Ümumiyyətlə, burada böyük bir arxeoloji qazıntılara, tədqiqatların Çələbi. Bəxtiyar müəllim, buyurun, eşidirsinizsə, dinləyirik sizi. Məndən əvvəlki məruzəçiyə xanıma təşəkkür edirəm. Doğrudan da Nizaminin əsərləri haqqında xeyli məlumatlar verdi və bizi maarifləndirdi. Mən ümumiyyətlə Nizami dövrünün Gəncə memarlığı haqqında bir-iki kəlmə danışmaq istəyərdim və eyni zamanda müəyyən indiki dövrünə olan müqayisələri vermək istəyərdim.
Ümumiyyətlə Nizami dövrü memarlığı haqqında bizim əlimizdə o qədər də böyük arxeoloji qazıntılar yoxdur. Yalnız Gəncə qalasının müəyyən qalıqları var və çox təəssüf olsun ki, yəni mən bunu yana-yana qeyd edirəm ki, hal-hazırda orada zibilxanaya çevrilməkdədir. Halbuki orada geniş arxeoloji qazıntılar aparmaq olardı və orada böyük bir mədəni irsi qoruyacaq bir muzey yaratmaq olardı. Çox təəssüflər olsun. Məni eşidirsiniz də yəqin ki. Bəli, Bəxtiyar müəllim, buyurun. Oldu. Aparmaq olardı. Ancaq Gəncənin müəyyən memarlıq ünsürləri Nizaminin əsərlərində öz əksini tapmışdır. Məsələn, Sirlər Xəzinəsi əsərində müəyyən Gəncəyə eyhamlar var və şəhərin geniş küçələrinin olduğu göstərilir. Eyni zamanda başqa bir əsərində, misal üçün Xosrov və Şirin əsərində yenə Gəncəyə eyhamlar var və evlərin böyüklüyü, biraz yerdən hündürdə olması, eyni zamanda bir neçə mərtəbəli hətta evlərin olduğu da göstərilir. Bunların özləri yəni göstərir ki, Nizami Gəncəvi öz şəhərinin müəyyən memarlıq üsullarına diqqət vermişdir. Məsələn, yerin müəyyən bir formada hündürdə olması bizdə kürsülü evlər deyirlər. Yəni müasir etnoqrafiyamızda bizim xarakterik olan bir cəhətdir. Hətta Gəncəni tədqiq edən etnoqraflar, o cümlədən elə Fərux Əhmədovun özü, ondan sonra Altman və bir neçələri Gəncədə qədim memarlıq üslublarından biri kimi evlərin daxal olmasını və eyni zamanda yerdən bir balaca yuxarı olduğunu göstərir. Hardasa 50-60 santı ki, biz buna kürsülü evlər deyirik. Səbəbi də ondan ibarətdir ki, onu hətta tədqiqatçılar belə izah edirlər ki, Azərbaycan Gəncədə olan ərazidə yer biraz nəmişdir və fundamentin evin təməlinin bir balaca hava oynasın, quru qalması üçün məhz belə bir ev üsulundan istifadə edirlər. Yenə Gəncənin Nizami dövrü memarlıq abidələri içərisində bizim yenə deyirəm, xalq memarlığının bir xüsusiyyəti var, daxal evlər anlayışı var. Daxal evlər nədir? Yəni evlər sarı torpaqla suvanır, üstünə qarğı qoyulur, əvvəlcə atmalar qoyulur, sonra qarğı qoyulur, bir neçə qat hündürlüyündə sarı torpaq samanla onun üzərinə vurulur və zaman keçdikcə bəzən bunlar artıra bilirlər üstünü. Bunun səbəbi nədən ibarətdir? Yəni torpaq su dəydikcə bərkiyir və yağış suyunu içəri buraxmır. Bu Gəncə memarlığında, xalq memarlığında xüsusi anlayışlardan biridir. Və sonraki dövrlərdə də kərpic evlər, müəyyən memarlıq üsullarının tikilməsində baş verən evlər dəbə minsə də, yenə bu daxal ev xalq memarlığı əsasında qalmışdır. Yenə başqa bir Nizami dövrü Gəncəsini xarakterizə edən başqa müəlliflər də var. Məsələn, bunlardan birincisi ərəb dilli müəlliflərdən olan Məsud Namdardır. Məsud Namdar əvvəl Beyləqanda özü doğulub, bir müddət Gəncədə işləyib, daha sonra isə Şirvanşahlar sarayında fəaliyyət göstərir və Gəncəyə daim gəlib gedən, müxtəlif səbəblərlə gəlib gedən bir adam olmuşdur. Məsələn, Məsud Namdarın Gəncə haqqında müəyyən qeydləri var və həmin qeydlərdə Məsud Namdar mədrəsələr haqqında Gəncədə məlumat verir. Yəni, məktəb memarlığı, təhsil memarlığı haqqında məlumat verir. Hətta onun verdiyi məlumatların içində Gəncədə bir Nizamiyyə mədrəsəsinin olduğu da göstərilir. Geniş bir ölçüdə olan Nizamiyyə mədrəsəsinin olduğu da göstərilir. Mədrəsə memarlığı bilirsiniz ki, xüsusi bir memarlıq tipi idi. Onu şəhərin ortasında tikmirdilər. Səbəbi də ondan ibarət idi ki, təhsil alanların daha yaxşı təhsil atmosferi, şəhərin içərisindəki o ruslar suyeta deyir. Yəni, o gəlişdən, gedişdən, canlılıqdan uzaq tutulması lazım idi ki, insanlar öz fikirlərini dərsə, kitaba yönəldə bilsinlər. Və belə bir vəziyyətdə bu mədrəsələr şəhərin bir balaca kənarında tikilirdi və Məsud Namdarın verdiyi məlumata görə də həmin mədrəsə məhz şəhərin kənarında Zahir deyilən məhəllədə yerləşirdi. Bu haqda bir maraqlı da məlumatlar verir. Mədrəsənin tikilməsi, daşdan tikilməsi, onun quruluşu, ayrı-ayrı otaqlardan ibarət olması, tələbələrin qalması üçün müəyyən yerlərin olması, bunun özü, yəni Gəncə memarlığının bir əksi kimi ortaya qoyula bilər. Yenə Gəncə memarlığı haqqında məlumat verən müəlliflərdən biri İstəxridir. Məsələn, İstəxri Gəncədə ipək istehsalı haqqında məlumat verir və ipək istehsal edən karxanalar haqqında danışır. Eyni zamanda həmin karxanaların o tullantı suları hara axıtması haqqında danışır. Gəncənin kəhrizləri haqqında müəyyən məlumat verir. Həmin kəhrizlərin suyunun keyfiyyəti haqqında məlumat verir. Məsələn, çox qəribə bir məlumat verir. Deyir, Gəncədə 2 cür ipək istehsal olunur. Bunların birinə deyirlər Şam ipəyi,
birinə isə deyirlər cod ipək. Məsələn, deyir, kəhrizin birində adi ipəyi yuyanda o codlaşır və bir neçə dəfə suda saxlayandan sonra onu pükürlər, qurudurlar və ixrac edirlər və eyni zamanda şab iməyi isə başqa bir kəhrizdə yuyulur. Onun suyunun quruluşu elədir ki, ipəyi yumşaldır və onu başqa ölçüyə ixrac edirlər. Bu da bir maraqlı bir məlumatdır. Həmin kəhrizlərin öyrənilməsi də bu dəqiqə bizim üçün vacib olan bir şeydir. Çox təəssüf ki, bizdə bu kəhrizlərin heç biri də qalmayıb. Bunun özü də bir problemdir. Yenə başqa bir şey var. Məsələn, Nizami Gəncəvinin İskəndərnamə əsərində yenə Gəncəyə eyham vurulur. Gəncənin kəhrizləri haqqında da müəyyən bir məlumatlar verilir. Göstərilir ki, yəni Gəncədə çoxlu kəhrizlər olub. Düzdür, onların quruluşu haqqında o qədər də geniş o məlumat verməsə də, ən azı buna belə bir eyham vurulmuşdur. Yenə başqa bir məsələ aiddir Gəncədə küçə salması haqqında, küçə salma mədəniyyəti haqqında. Məsələn, dahi şairimizin Sirlər Xəzinəsi əsərində bayaq qeyd elədim, böyük geniş küçələrin olduğu göstərilir. Onu göstərilir ki, Gəncə bəlkə də yeganə şəhər idi ki, onun orta əsrlərdə tikinti xüsusiyyətlərinin içərisində şəhərsalma qanunlarına tam riayət edilməsi var idi. Küçələrin geniş olması, planlı olması məhz bizim şairimizin də diqqətini cəlb edib. Yəqin ki, başqa şəhərlərlə də müqayisə edib, ona görə də məhz buna vurğu vurmağa çalışıbdır ki, belə geniş küçələri var və belə xüsusiyyətləri var. Müasir Gəncə memarlığında, yəni müasir demək, tarixi Gəncə memarlığında da bu xüsusiyyətlər öz əksini tapıbdır. Məsələn, kəhrizlərin quruluşunda, sərdabələrin tikilməsi quruluşunda, eyni zamanda məscidlərimizin quruluşunda. Misal üçün, siz fikir versəniz, bir dənə məsələyə diqqətli fikir versəniz, məsələn, Azərbaycanda yerli xristiyan memarlığı bir növ elə müsəlman memarlığına oxşuyur. Eyni xüsusiyyətləri daşıyır. Müəyyən bir fərqlər var, amma eyni xüsusiyyətləri daşıyır. Məsələn, bunlardan birini deyə bilərəm, binanın bütöv tikilməsi qarşısında zəng qülləsinin qoyulması. Bu, Alban Qafqaz memarlığının xarakteri xüsusiyyətidir. Hətta Rusiyanın ən qədim pravoslav kilsəsi var Çeçenistanda, Yeri Su deyilən kətdə orada 9-cu əsr olan məbəd eyni üsulla tikilmişdir. Elə bilginən ki, heç bir fərqi yoxdur. Bu, yerli Qafqaz memarlığının özünə məxsus cəhətidir. Və Gəncənin bəzi məscidləri də məhz bu üsulda tikilmişdir ki, kümbəz biraz qabaq hissədədir. Məscidin özünün əsas hissəsi ayrıca damı örtülmüşdür. Yenə Nizami dövrü Gəncə memarlığının bir başqa xüsusiyyəti də var. Bu haqda məsələn İbn Ələsir məlumat verir, kiremit haqqında, keramika məhsullarından tikintidə istifadə edilməsi, xüsusilə dam örtükləri. Amma İbn Ələsir bunun varlı evlərində daha çox istifadə edildiyini göstərirdi. Və bunu biz harada görə bilərik? Özümüzün indiki müasir memarlığımızda 1612-ci ildə bəzi məlumatlarda 1618-də yazılır, tikilmiş olan müasir köhnə kamer orkestrinin binası olub, yəni Alban məbədində. Onun üzərinin damı məhz o dövrün kiremit materialları ilə örtülmüşdür. Düz 17-ci əsrə aiddir, amma dövrün o xüsusiyyətini özündə daşımaqdadır. Sonraki bizim memarlıq üsullarımızdan biri tufdan istifadə edilməsidir. Misal üçün, qədim ərəb müəlliflərində qırmızı daşdan istifadə edilərək müəyyən binaların tikildiyi göstərilir. Düzdür, bunlar adətən ictimai binalardır, lakin memarlığımızda bu öz əksini tapırdı. Və hətta xanlıqlar devrində Gəncədə olmuş müəyyən səyyahlar və yaxud İrandan, müxtəlif Cənubi Azərbaycan xanlıqlarından gələn insanların Qarabağnamələrdə belə bu göstərilir ki, yerli daşdan burada müəyyən, belə desək, abidələr tikilmişdir və saxlanılmışdır ki, bu da qədim Gəncə memarlığının bir növ davamıdır, xüsusiyyətlərini özündə əks etdirir. İkinci bir maraqlı nədən ibarətdir? Nizami Gəncəvi öz əsərlərində bir neçə yerdə qədim Gəncəni Babilə oxşadır. Bu, niyə belədir? Niyə məhz Babil? Bu, maraqlı bir şeydir. Çünki qədim şərqin bir çox paytaxt şəhərləri olub, məşhur paytaxt şəhərləri olub. Anşan şəhəri olub, Sus şəhəri olub, Persepolis şəhəri olub. Ondan sonra müxtəlif şəhərlər olub və mümkün deyil ki, dahi şairimizin bunlardan xəbəri olmayaydı. Amma məhz Babilə bənzədir. Səbəbi ondan ibarətdir ki, Gəncə həm də müxtəlif memarlıq məktəblərinin oturduğu, qaynayıb qarışdığı bir yer olub. Və Nizami Gəncəvi də bunu məhz bu xüsusiyyətlərindən biri kimi, yəni mənim bir ehtimalım olaraq deyirəm ki, belə bir formada qeyd etmişdir. Hətta 1847-ci ildə nəşr olunan Qafqaz qəzetində məqalə buraxdırır, bir Rus alimi Gəncəni gəzir və göstərir ki, Gəncə memarlığı çox rənglidir, çox tərəflidir. Səbəbi də ondan ibarətdir ki, burada bir çox ölkələrin memarlıq ənənəsinin, belə deyək, təcəssümünə rast gəlmək olar. Misal üçün, Kaşı memarlığı.
Şah Abbas məscidinin o kümbəzi taşlarla bəzədilmişdi. Və bu memarlıq Gəncə üçün o qədər də xarakterik bir şey deyil. Ancaq Gəncədə bu var. Və bunu biz istifadə etmişik və şəbəkə memarlığı, şəbəkə ayna sistemi. Hətta 12-ci, 13-cü əsrlərdə belə Gəncə memarlığında şəbəkə ayna sistemi olub. İndi də var. Arxeoloji qazıntılar şəhər burnu deyilən yerdə də belə bir aynalardan istifadə edildiyini göstərmişdi. Bizim hətta orada müsahibəmiz olmuşdu yerli kanallarda. Bundan başqa ikinci bir məsələ, misal üçün zirzəmilərin xüsusi bir formada düzəldilməsi. Məqsəd ondan ibarət idi ki, qurut suları zirzəmilərə axmasın. Sementin olmadığı, betonun olmadığı bir devirdə belə bir arxitektur sistemə gəlmək Gəncəlilərin böyük bir ixtirası idi. Yenə başqa bir şey, kəhrizlərin ayrı-müəyyən məsafələrdən bir quyularla əvəz edilməsi. Səbəb ondan ibarət idi ki, axan su gəlirdi, quyuya dolurdu, üzündən su alındıqca durulurdu və daha gözəl bir sudan istifadə edilirdi. Bunların hamısı Gəncə memarlığının özünə məxsus xüsusiyyətlərindən biri idi və Nizami dövründə də bu memarlıq üsullarından geniş istifadə edilirdi. Nizami dövrünün başqa memarlıq abidələrindən biri də xanəgahlardır. Nizami Gəncəvinin özü dərviş xanəgahlarından biri olan Xəlvəti xanəgahında gedib gələn bir adam idi və hətta onun müəllimlərindən biri Şafii Şeyxi Zəncani haqqında da mənbələrdə müəyyən məlumatlar var və onun Gəncəyə gəlib getməsi, apardığı söhbətlər haqqında da məlumatlar var. Yəni, xanəgahların tikilməsi xüsusi bir memarlığa istəyirdi. Çünki ibadətlər gizli qalmalı idi, onun cəmaatın səsi küyü eşiyə çıxmamalı idi. Bu anlayışlara görə çox maraqlı akustik sistemlərdən istifadə olunurdu. Ki, müasir Gəncənin, məsələn, Şah Abbas məscidində də bu arxitektur sistemindən istifadə olunur. Baxanda görürsünüz ki, kümbəz elə bir sanki məscidin bir hissəsidir, sonradan ora qoyulmuyor. Məqsəd də ondan ibarətdir ki, yəni içəri səslə dolsa belə eşiyə o qədər də, çölə o qədər də səs çıxmırdı. İnsanları narahat etmirdi. Həm də dərvişlər də rahat ibadətlərini edə bilirdilər. Bu, bizdə xanəgah memarlığının xüsusiyyətlərindən biridir və əsas amillərindən biri hesab olunurdu. Mən sizin başınızı çox ağrıtmaq istəmirəm. Yəni, belə bir məlumatları istədim ki, sizə verəm. Çox sağ olun və təşəkkür edirəm konferansa çağırdığınız üçün. Konferansa uğurlar arzu edirəm. Mən çox üzr istəyirəm. İcazə versəydiniz, mən müəllimə sualım var. Təqdim eləyəndə səs getdi, mən müəllimin ad familiyasını eşitmədim. İcazə varmı? Alo. Salam. Bir də sizin səsiniz eşidilmir. Üzr istəyirəm, internet problemləri oldu. Bu səbəbdən də ayrılmalı oldu. Mən çox üzr istəyirəm. Sizin səsiniz... Buyurun. Mən çox üzr istəyirəm. Mən o memarlıqdan danışan müəllimə suallarım var idi. Mikrofon da açıqdır, iştirakçıların kənar danışıqları girir, müdaxilə olunur. Sizin səsiniz də bayaqları getmişdi. Mən memarlıqdan danışan kolleqamızın ad familiyasını eşitmədim. Mən ona sual verə bilərəm. Bəxtiyar müəllim. Bəli, buyurun. Çox gözəl. Bəxtiyar müəllim, eşidirsiniz? Mənim sualım var, özüm üçün maraqlı olan. Bəli, buyurun. Bəxtiyar müəllim, bilirsiniz də mən arxeoloqam. Birinci, sizdən soruşmaq istəyirdim. Ümumiyyətlə, Gəncə memarlığında çiy kərpic, saman qatışıqlı, bitki qatışıqlı çiy kərpicdən istifadə olunub. Gəncə memarlığında, bəli, çiy kərpicdən saman qatışıqlı deyil, çiy kərpicdən istifadə edilibdir. Saman qarışıqlı bizdəki... Bitki qatışıqlı olmayan sadəcə olaraq... Aybalası deyiblər. Bu nədir? Təzəkdir, qurudulmuş. Samandır və sarı torpağın qatışığıdır. Bu çiy kərpic deyil. Çiy kərpic sırf xüsusi materialdan düzəldilir. Sadəcə gündə qurudulub, pişirilmir. Və yaxud da yarım pişirilmiş. Bizdəki o sistem isə tam başqa şeydir. Təzəkdir, onu belə torpaqla qatırdılar, sulu vəziyyətdə saman qatırdılar və onu qurudurdular. Buna bizdə çiy kərpic yox, aybalası deyilirdi. Məsələn, bizdəki evlərin bir hissəsi
Aybalasından tikilir. Məsələn, mən uşaqlıqdan böyüdüyüm ev Aybalasından tikilmişdi. Hardasa bir 300 ilin evi idi. Hə. Amma bir də var idi müəyyən maddi gücü olan adamlar vardı ki, onlar çay daşı, Aybalası və sarı torpaqla suvuyurdular. Belə tikirdilər. Bəzi evlərdə hətta kərpic, çay daşı və Aybalası olurdu. Belə olurdu. Rusiya Bilirsiniz, hakimiyyəti Bəxtiyar, gələndən sonra, bəli. bu çox üzr istəyirəm, bağışlayın sözünüzü kəsdim. Mən deməli mən abidə qazıram Cəlilabadda Muğanda. Orada bəli. çiğ kərpiçdən evlər çıxır. Ümumiyyətlə Azərbaycan üçün neolit dövründə, erkən əkinçilik mədəniyyəti dövründə çiğ kərpiçdən tikilmə evlər yenilik deyil. İdeal müəllimdə də var o ki, İdeal müəllim Gəncəçayda apardığı arxeoloji qazıntılarda çiğ kərpiçdən tikili evlər tapılıb. Burada Qazaxda var, hər şey yerdə var. Qazaxda böyük elə Göytəpə yaşayış məskənində çiğ kərpiç evlər var. Sadəcə olaraq məsələn sonraki elə belə həmən ta ki Muğanda yaşayan əhali çiğ kərpiçdən tikilən evlərin ənənəsini davam elətdirib. Onlarda bu gündə Muğanda, Mildə çiğ kərpiç, bitki, saman qaçışıqlı çiğ kərpiçlər var. Siz dediyiniz təzək saman qaçışıqlı evlər o Zəngəzur üçün xarakterikdir. Zəngəzurda son illərə qədər o cür evlərdən tikirdilər. O ən çox istilik, soyuq zonalar üçün xarakterik idi. Çünki Zəngəzur da çox şaxtalıdır, o istiliyi saxlayır, istilik verir. Ona görə Zəngəzurda o evlər son illərə kimi tikilirdi. Mən özüm onların o bölgədən... döşəmələri gildən deyildi təsadüfən. Onların döşəmələri gildən deyildi. Onların döşəməsi də məhz onlar elə saman qaçışıqlı, bu gili qatırdılar samanla, təzə ilə. Onu döşəməyə də sıvırdılar ki, o isti saxlayırdı. Belə olurdu, bəli, bəli. Bəli, bəli, döşəməyə də onu suvanma edirdilər. Bir də siz deyirsiniz şəbəkə memarlığı. Şəbəkə memarlığı orta əsrlərdə Muğan üçün də xarakterik idi. Mən oradan abidəni qazanda şəbəkələr çıxartdım. Şəbəkə özdə qəribə nədir? Şəbəkə ki o da pişmiş, artıq pişmiş, bilirsiniz, siz məndən gözəl bilirsiniz. Pişmiş kərpiç deyilən bir məhfum yoxdur. Qırmızı olduğuna görə pişmiş kərpiç deyirik də, tərkibində istilikdən oksitlər qızartma verir, qızartı verir ona görə. O cür şəbəkə mən tapdım 50-nin 1 metrə, 50 santımı 1 metrə olan böyük şəbəkələr idi. Erkən orta əsrlər üçün daha düzü dedilər xarakterikdir, amma məncə o 10-11-ci əsrlərdən o tərəfə keçməyibdir. Bunu bir də sizin münasibətinizi bilmək istəyirdim. Bir də o şeydən danışanda, məsələn, alimlərin çoxu boynuna götürmür. Sizcə, məsələn, mən fikirləşirəm ki, Nizami Gəncəvi sufi şairi olur. Sizcə Nizami Gəncəvi sufi deyildi? Nizami Gəncəvinin əsərlərini mən öz aləmimdə biraz tədqiq eləyəndə, farsça mənim biraz biliyim pis deyil, yəni onu da deyim. Məsələn, Ali və Leyli və Məcnun. Nə gözəl, nə böyük xoşbəxtçilik. Çox sağ olun. Leyli və Məcnun əsərini məsələn oxuyanda mən orada bəli, konkret yəni sufi məhəbbətindən danışır. Yəni hətta orada Məcnun özünün o ilahi məhəbbətini Leylini ona qurban verir. Yəni bir mənalı Leylini ona qurban verir. Məsələn, Leyli və Məcnunda ən sevən şair kimdir? Çox üzr istəyirəm. Hətta deyir ki, get Leyliyə halallıq ver, deyir o birisi dünyada bizim kim halallıq vermirsə ötəki axirətdə rastlaşır haqq-hesab, o mənə imkan verəcək ki, mən onu bir daha görüm. Sufilik deyil, bu sırf sufilikdir. Bəli, 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 bəli. Bəli, sizlə tam razıyam. Orada məsələn belə bir hadisə olurdu. Məsələn, müəllimələr icazə versəydi, öz fikrimi bir dənə çatdırardım. Subyektiv fikrimdir. Bəxtiyar müəllim, üzr istəyirəm, sizi dinləmək bizim üçün xoşdur, amma indi vaxt limiti bitəcəkdir. Gəlin ikinci dəfə qoşulaq, çünki bizim məruzəçilərimiz də var. Sizi də dinləyək, onları da. Olarmı elə? Buyurun. Olar. Ondan qoy müəllimədən icazə alım. Yəni, olarmı ki, məruzə qutarsın, sonra biz danışaq. Çünki cəmaatın da vaxtını almayaq. Olar, buyurun. Olar. Çox təşəkkür edirəm, var olun. Aha, yenidən qoşulaq o zaman. Tamam.
Bəxtiyar müəllim, Kaşı memarlığı, Əcəmi memarlığının əsas xüsusiyyətlərindən biri deyilmi? Çünki Naxçıvan abidələrinin əksəriyyətində Kaşı memarlığından istifadə olunur. Ümumiyyətlə müəllimə, mən oxuduğuma görə, yəni oradan-buradan öyrəndiyimə görə Kaşı memarlığı ümumiyyətlə bütün Azərbaycan memarlığı üçün xarakterize olan bir şey olub. Təbriz memarlıq məktəbi üçün də belə bir xarakteristik cəhətlər var. Şirvan memarlığının da bəzi abidələrində Kaşı memarlığına rast gəlinir. Və eyni zamanda mən əslində İbn Ələsirdən oxudum ki, Gəncə memarlığında da belə bir şeylər olubdur. Hətta bəzi kəhrizləri bizdə dibdən kaşı ilə düzəldirdilər ki, su sızması olmasın. Bu da maraqlı bir şeydir. Yəni, ki, Naxçıvan memarlığı üçün də xarakterize olunur. Çünki Yusif İbn Küseyir məqbərəsində, Möminə xatın məqbərəsində Kaşı memarlığı var. Deyəsiz, problem Zoom'dadır, internetdə deyil, Zoom'da. Bəxtiyar müəllimin öz internetində problem var. Mən dedim, bəlkə problem Zoom'dadır. Sizi dinləyirəm mən. Eşidirəm, amma Bəxtiyar müəllimdə problem var. Bəxtiyar müəllim, eşidirsiniz? Vəfa xanım, gözləyək bir-iki dəqiqə, bəlkə Bəxtiyar müəllim qoşula bildi. Gözləyək. Bəxtiyar müəllim, buyurun. Məni eşidirsiniz? Bəli, buyurun. Problemlər olur arada. Xeyr, problemlər olur arada, texniki problemlər. Buyurun, eşidirik sizi. Bu Nizami Gəncəvidəki bu sufi məsələsində qaldı. Mən istəyirdim Leyli və Məcnun məsələn əsərində müəyyən bir şeyləri nəzərinizə çatdıram. Fikrimi şəxsi. Siz bir dənə fikir verin, məsələn Məcnun Leyliyə elçi göndərəndə Leylinin atası Məcnuna demir ki, mən qızı vermirəm. Yəni belə bir söz demir. O sadəcə deyir ki, Məcnun dəliliyindən əl götürsə, mən qızı ona verərəm. Yəni, normal ruhi xəstədən belə şey tələb oluna bilməz. Yəni, onun elə bir şansı yoxdur ki, dəliliyindən əl götürə. Yəni, burada söhbət Məcnun anlayışından gedir. Yəni, Məcnun cünun, dərviş anlayışından gedir. Yəni, əslində Leylinin atası bundan tələb edir ki, dərvişliyindən əl götürsün ki, qızı buna versin. Məcnun amma dərvişlikdən əl götürmür, çöllərə düşür, nə bileyim, öz əqidəsinin üstündə düşür və oradan başlayır Leyliyə məktublar yazmağa, onu öz yoluna dəvət eləməyə. Leylinin də indi başına müəyyən işlər gəlir, İbn Salama ərə verirlər, müəyyən bir şey və gəlir axırda Məcnunu tapır. Tapanda Məcnun ondan getmir və ona deyir ki, sən o Leyli deyilsən, yəni hansı Leyli deyilsən. Çox adam deyir ki, Məcnun vardı, orada belə deyək də, beyni getmişdi, artıq haldan düşmüşdü, Leylini tanımadı, amma məsələ elə deyildi. Leyli vaxtı ilə atasının Məcnuna dediyini gəlir deyir. Ki, yəni İbn Salam ölüb, mən subayam, gəl evimizdə, eşiyimizdə olaq, ailəmiz olaq ki, faktə Məcnun Leylinin atası vaxtında onu deyirdi. Amma Məcnun ona getməmişdi. Və Məcnun gen ona getmədi. Və Leyli ilə də yollara ayrılmış oldu. Bir növ Leylinin məhəbbətinə ilahi məhəbbəti üstün tutdu. Seçimini ilahi məhəbbətdən yana elədi. Hərdən Madırov deyəndə ki, məsələn, o əsərin ən böyük sevəni kimdir? Mən deyirəm İbn Salam. Deyirlər, niyə? Deyirəm, çünki adam bilə-bilə ki, Leyli onun deyil. Və o Leylini sevə-sevə, bütün töhmətləri üzərinə götürə-götürə Leylinin xoşbəxtliyini daha üstün tutdu. Mənə görə, məsələn, dünyəvi mənada ən böyük sevən elə bu baxımdan İbn Salamdır. Amma ilahi məhəbbətin ən böyük mücəssəməsi Məcnundur. Elə təsadüfi deyildi ki, misal üçün Əlağa Vahiddə də var idi ki, yoxsa Məhəmməd Füzulidə idimi? Deyəsən Əlağa Vahiddədir, səhv eləmirəmsə ki, məndən, Məcnundan Füzun aşiqlik istedadı var,
aşıqı canan mənəm, Məcnunun ancaq adı var. Məhz bu detala üz qoyub deyirdi bunu. Bəli, bəli. Yəni mənim bu şəxsi fikrimdir. İndi razılaşmaya da bilərsiniz. Çünki bu başqa fikirlər var. Ona görə yəni sadəcə özümün gəldiyim bir qənaəti deyirəm bu məsələdə. Bəli. Mən təşəkkür. də o qənaətdəyəm ki, Nizami sufi şairi olub. Çünki Nizaminin vəsf etdiyi məhəbbət daha çox belə deyək də platonik məhəbbət olubdur. O bizim sözün əsl mənasında başa düşdüyümüz sevgidən yox, ilahi sevgidən söhbət edirdi. İlahi sevgi də özü sufilikdir. Məncə, mən belə düşünürəm. Mən də onu sufi şairi kimi qəbul edirəm. Bəli, bu sahədə mübahisələr çoxdur. Çoxlar onu sufi şairi kimi qəbul etmirlər. Ancaq mənim də nöqteyi nəzərimdə Nizami Gəncəvi sufi şairi idi. Onun bütün, çünki elə təkcə o fitnədə, məsələn, deyirik bu vərdişdir. Vərdişdir. Fitnə öküzün balasını çiynində qaldırır. Deyir ki, bu heç bir şey deyil, bu vərdişdir, doğa. Bu, yəni, o özü belə sufilikdə lap kiçikdən böyüyə, böyümə anlayışına şey eləyir ki, kiçikdən böyüyə insan böyüdükcə hər bir şeyin, fitnəni, o öküzü boynunda daşımağın əsas səbəbi nə idi? O öküzə olan sevgisi idi. Bu insandır. İnsan heyvana sevgi bəsləməz ki. O sadəcə olaraq küçüklüyündən saxladığı zəhmətə, o belə deyək, əziyyətini çəkdiyi bir canlıya olan sevgi idi. O iki belə insana olan sevgi demək deyildi. Bu özü də elə bir ilahi sevgi nümunəsidir, mənə elə gəlir və kiçikdən böyüyə olan atın anlayış özü də. Hər bir halda mən sizə təşəkkür edirəm, çox sağ olun. Sizin vaxtınızı çox aldım və mənə çox xoş oldu sizi dinləmək. Çox sağ olun, Təşəkkür mənim edirəm. üçün də xoş oldu. Allah sizləri var eləsin, sağ olun. Sağ olun, təşəkkür edirəm. Vəfa xanım sizə, Bəxtiyar müəllim sizə təşəkkür edirəm. Çox sağ olun. Vaxt ayırdınız, zaman ayırdınız, qoşuldunuz. Müzakirələriniz çox maraqlı idi. Vaxt limiti olmasa saatlarca qulaq asmaq olardı. Çox sağ olun. Təşəkkür edirik. Növbəti məruzəçimiz Azərbaycan Milli Elmlər Akademiyası Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elm işçisi Nigar xanım Axundovadır. Nigar xanım, buyurun. Hamını salamlayıram, uğurlar arzu eləyirəm. Xoş Mənim gördük. çıxışım dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 880. Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan alimlərinin əsərlərində. Və mən 20-ci əsrin birinci yarısında buna həsr olmuş bəzi monoqrafiyalar və məqalələrdən danışacağım. 2021-ci il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olmuşdur. Bu münasibətlə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci illi Nizami Gəncəvi ili elan etmişdir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, daha Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnamasında yeni səhifə açmış nadir şəxsiyyətlərdən idi. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq milli tarixçilərimiz, arxeoloqlarımız və sənətşünaslarımız onun yaşadığı dövr xüsusi diqqət ayırmış. SSR Elmlər Akademiyasının deməli Tarix İnstitutunda və Memarlıq İnstitutunda Azərbaycan Memarlığı və İncəsənəti şöbəsi Azərbaycanda Nizami dövrünün tarixi memarlıq abidələrini tədqiq etmişlər. Nizami Gəncəvinin yubileyinə hazırlıqla əlaqədar İnstitut Azərbaycan tarixinin öyrənilməsi üçün bir neçə il müddətində 1938-40-cı illər Azərbaycan xalqlarının tarixi muzeyi ilə birlikdə Nizaminin vətəni
qədim Gəncə şəhərində sistematik qazıntılar aparmışdılar. Cəfərzadənin rəhbərliyi ilə aparılan bu qazıntı işlərində Qaziyev, Livyatov, Nuriyev, Oracov və s. alimlər iştirak eləmişdilər. 1139-cu il zəlzələsi zamanı dağılan qədim Gəncə şəhərinin xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı torpaq altında qalmış tikinti sahələri təmizlənmiş və şəhərin əskiz planı tərtib edilmişdir. Arxeoloqlar şəhərin mərkəz hissəsini Gəncə çayın sağ sahilindəki işğalını aşkar etmişdilər. Onlar müəyyən etmişlər ki, qalanın divarları çay daşlarından və bişmiş kərpiçdən hörülmüş, iç qala və onun ətrafındakı şəhər xüsusi qala divarları ilə əhatə olunmuşdur. Şəhərin mərkəzində digər tərəflərə keçmək üçün böyük darvazalar mövcud olmuş. Sağ və sol sahil hissələrindən çoxdağlı körpülər birləşdirmişdilər. Gəncədə qazıntılar zamanı 12-ci əsrə aid çoxlu məişət əşyaları və 120 ədəd skə tapılmış. Orta əsrlər Azərbaycan şəhərinin mədəniyyəti barədə zəngin arxeoloji material əldə olunmuşdur. Nəticədə institut aşağıdakı işləri çapa hazırlamışdır. Cəfərzadənin Gəncənin tarixi arxeoloji oçerki, Altman Gəncənin xronoqrafiyası, Şeblikinin Nizami dövründə Azərbaycanın memarlıq abidələri, Yampoyskinin Nizaminin dövrü haqqında, tarixi arxeoloji məqalələr məcmuəsi, Cəfərzadə, Paxomov, Qaziyev, Livyatov və s. kitablar nəşr olunmuşdur. Və bu nəşrlər, bu monoqrafiyalar Azərbaycan tarixşünaslığında böyük yer tutur və indi də bu məsələlərə biz böyük fikir veririk və bir neçə il bundan qabaq Arxeologiya İnstitutu bir konferans keçirmişdi və bu konferansda mənim bir məruzam olmuşdur, beynəlxalq konferans idi, mənim bir məruzam olmuşdur. Nizami Gəncəvi deməli, rəssamların və heykəltaraşların əsərlərində. Və orada mən araşdırmalar aparmışdım və ilk dəfə deməli, bu obrazı kim yaradıb, Qəzənfər Xalıqov haqqında 1940-cı ildə onun fəaliyyəti haqqında danışmışdım. Və bu portretin bugün hardadır, Azərbaycan Ədəbiyyat Nizami adına Ədəbiyyat İnstitutunda saxlanılır. Bu portretin tarixi və bu portretin deməli, bugünkü biz gördüyümüz Nizami Gəncəvidir və bu necə deməli təsvir olunmuşdur. Sonda demək istəyirdim ki, çox az vaxt var idi ki, mən hazırlaşam, üzürlü sayım və Nizami Gəncəvini öyrənməsi davam olunmalıdır. Çünki orada çoxlu araşdırmalar olmalıdır və maraqlı açıqlamalar olmalıdır. Çox sağ olun. Sağ olun Nigar xanım, biz təşəkkür edirik sizə. Sizi dinləmək, tanımaq çox xoş oldu bizə. Təşəkkür edirik. Sağ olun. Qoruğu Nizami Gəncəvi Məqbərə Kompleksi filialının müdiri Gülnara xanım buradadır. Gülnara xanım, buyurun. Gülnara xanım, eşidirsiniz? Tədbirimiz yekunlaşır. Hörmətli tədbir iştirakçıları, qatılan, iştirak edən bütün tədbir iştirakçılarına təşəkkür edirəm. Zaman ayırdınız, vaxtınızı bizim üçün sərf etdiniz. Eyni zamanda Mətin hocaya xüsusi təşəkkürlər edirəm. Çox sağ olun. İnşallah yeni tədbirlərdə görüşənə qədər. Sağ olun. İyi günler diliyorum. Hoşça kalın.